Heç nə demədi. Orxan kassaya pulu ödəyib çıxdı. Marketdən uzaqlaşanda öz-özünə söyləndi. Qoca baxı, nəyimə gərəkdir onun çöldə qarısı gözləyir? Deyinə-deyinə yeyib bitirdiyi keksin kağızını yerə tulladı. Marketin önündə dayanan nəzarətçi bunu görüb onu səslədi. Zibil qutusu var sağ tərəfdə. Zəhmət olmasa kağızı ora at. Orxan çiyinlərini saymazyana çəkib yan tərəfdə işləyən süpürgəçini göstərdi. Bu onun işidir. Mənim nəyimə gərək? Nəzarətçi başını yelləyib ona yaxınlaşmasını işarə elədi. Orxan sürətlə oradan qaçıb uzaqlaşdı. Yenə dilinin altında donquldanmağa başladı. Süpürgəçinin də işini mən görməliyəm, elə bil. Nəyimə lazımdır? Süpürməsin, lap belə şəhəri zibil bassın. Mənim heç vecmə də deyil. Evlərinə çatmağa lap az qalmışdı. Binanın önündə iki balaca oğlan dalaşırdı. Orxan onlara boylana-boylana yaşadıkları evin qapısına yaxınlaşdı. Dilinin altında söyləndi. Görə niyə dalaşırlar? Belə də nəyimə lazımdır, dalaşsınlar da.